Ehtimal nəzəriyyəsi və riyazi statistikadan ikinci mühazirəyə aid olan sualların izahına davam edək. 141 nömrəli sualda n-in qiyməti 6-dır. 6 fermer dediyinə görə n 6-dır. 10 il müddətində kredit qaytarması bu ədəd bizə lazım deyil. Kreditin qaytarılması üçün ən böyük ehtimallı ədəd. Ehtimal P 0,8-ə bərabərdir. Deməli, ən böyük ehtimallı ədəd 6 vuraq 0,8, üstə gələk 0,8. Bu da bizə verər, deməli, 5,4. Xatırladım, ən böyük ehtimallı ədədi tapanda M0 kiçikdir, bərabərdir. NP üstə gələk P. Digər tərəfdə isə NP çıx Q düsturundan istifadə edirdik və demişdik ki, sağ və sol tərəflər bir-birindən bir vahid fərqlənir. Ona görə bir tərəfini tapsam, o bir tərəf üçün 1 çıxmalıyam. 5,4 sağ tərəfimdirsə, deməli sol tərəfim 4,4 alınır. 4,4 ilə 5,4 arasında olan ədəd də 5-ə bərabərdir. 142 nömrəli sual yenə eyni qayda ilə 6 vuraq 0,2 üstə gələk 0,2. 1,4, digəri isə 0,4 olacaq. Bu iki ədəd arasında olan natural ədəd isə 1-ə bərabərdir. Deməli, cavabımız olur 1. Bu suallardan çoxdur, yəni hər birisi eyni qayda ilə, yəni artıq bunun üzərində çox dayanmaq istəmirəm. N 10-dur, P 0,68-dir. N 20-dir, P 0,84-dür. NP üstə gəl P ilə həll etmək olar. Aha, 145-ə baxaq. 4 aslı olmayan sınaqdan A hadisəsinin bir dəfəsində baş versin. 4-ündə birində. Kombinizon 4-dən 1. P üstündə 1. Birində olacaqsa, deməli, yerdə qalan 3 dənəsində olmayacaq. Olma ehtimalı 0,7-dirsə, olmama ehtimalı 0,3-dür. Bununla da misalımız həll olunmalıdır. 146 nömrəli sual. Bu, istifadə edəcəyik biz burada. Mavr-Laplasın lokal integral teoremindən x1 və x2. M1 daha doğrusu 80-dir, M2 isə 100-dür. Birini tapsaq bəs eləyər. Yəqin ki, bunlar bir-birinə bərabər olacaq. M1 çıxaq NP, düsturumuz belə idi. Kök altında NPQ. 80 çıxılsın 900 N'dir. Ehtimal isə 0,1-dir. Bölünsün kök altında 900 vuraq 0,1. P 0,1 olanda Q 0,9 olar. Çünki 1-dən çıxırıq. Və bu bizdə nəyə bərabərdir? Aşağıdakı suala mane olmayaq. 90, 80-dən 90 çıxanda mənfi 10. Məxrəcdə isə bunlar ixtisar getsə qalar 9. Onda 9. Bu da təxmini mənfi 1,1,1,1. Bu dövrlər bu formada davam edəcək. Bu da bizim 2 cavabımız da var. Olsun 2 cavabımız da. Amma biz bilirik ki, axı burada bizə 2 dənə x lazım idi. Yəni, fi x2 çıxılsın fi x1. Biz fi x1-i mənfi almışıq. Mənfidirsə, bu mənfi qabağa keçir, bunu müsbət eləyir. Yəni, hər digərini də lap tapsam, x2-ni də tapsam, x2 də 100 çıxılsın, 90 eləyəcək. Bölək 9, görürsünüz. Bu da müsbət 9 da ona deyir. Yəni, bunlar bir-birinə bərabərdir. Bunlar bir-birinə bərabər olduğuna görə alınır burada 2 dənə fi. 2 fi olan düzgün cavabdır. Tək fi olan düzgün cavab ola bilməz. Ən böyük ehtimallı ədəd N20-dir. N20-dir. Burada P lazımdır. Üst-üzdə 2 xalın düşməsi. 2 xalın düşməsi də 6-da 1-dir. 20 vuraq. 6-da 1 üstə gələk 6-da 1. Yəni, bu qayda ilə tapmaq olar. 20-in içində 6. 3 tam. 3 tam nə qədərsə eləyir bu təxmini. 3 tam nə qədərsə. O da tam hissəsi bunun 3-dür. 148, 30 N'dir. Xəritə üzünün düşməsi ehtimalıdır. 2-də 1-dir. 30 üstə gələk 2-də 1. Vuraq 2-də 1. 15. 15,5. Sol tərəf 14,5 olar. Arada olan ədəd də 15-dir. Görürsünüz, bundan sual çoxdur. Bunun üzərində istəmirəm bu qədər dayanmaq. Bu həmən qaydadır. Yəni, yenə də həmən ən böyük ehtimallı ədədin tapılması üçün N'in qiyməti. Mən M0-dan işarə eləmişdim. Burada N-lə işarə olunub.
Burada nə deyir bizdə? Zərin üst üzündə 2 xalın düşməsi üçün, yox, burada M0-ın gəlin düsturu 1-də yazım, üstə gələk P. NP çıx Q. Burada ikisinə, burada bizə M0-ı verib, ən böyük ehtimal ədəd 3-dür. Biz N-i tapmalıyıq. 2 xalın düşməsi üçün say neçə olmalıdır, N neçə olmalıdır, N-i bilmirik məsələn. N indi 2 qat bərabərsizlik vasitəsilə tapacaq. 2 xalın düşməsi ehtimalı 6-da 1-dir, 6-da 1 plus 6-da 1. Sol tərəfdə isə yenə olacaq N bıraq 6-da 1 çıxılsın 6-da 5. Yəni belə bir bərabərlik həll etməliyik. Bərabərsizlik daha doğrusu. 2 qat bərabərsizlikdir. 2 hissədə bunu həll edək. Hər tərəfi 6-ya vursam, olar 18 kiçikdir bərabərdir N plus 1-dən. Onda N böyükdür bərabərdir 17-dən. Bu bir tərəfim. Burada yalnız bir variantda bu var. Yəni bu da onsuz da cavabımdır. Amma sol tərəfdə həll edə bilərəm. Yenə hər tərəfi sola görə 6-ya vurum. N çıx 5 kiçikdir bərabərdir 18-dən. N kiçikdir bərabərdir 23-dən. Deməli N oldu 23 və 17 arasında. Bir dənə də sual xatırladım ki, baxın belə tipli sual yazılı imtahanda düşür adətən. Yəni yazılı imtahan ehtimal nəzəriyyəsini yazılı olaraq verəcək tələbələr bu sualın həll qaydasına diqqət etsinlər. Əsas düsturu yazırsınız birinci və verilənləri yerinə qoyursunuz. Daha sonra isə 2 qat bərabərsizlik həll edirsiniz və yekunda cavabı yazırsınız. Bu zaman tam balınızı alacaqsınız. Yaxşı oldu əslində belə bir sualın da test formasında olması. Bu düstura aid olan misal həll etməmişdik. Bunu da deyək. Oyun zəri 20 dəfə atılır. N bərabər 20. Zərin üst üzündə 5 xalın düşməsi. 5-in düşməsi ehtimalı 6-da 1-dir. Çünki zərin 6 üzü var. Nisbi tezliyin ehtimal meylinin mütləq qiymətcə 0,2-ni aşmaması. Epsilonun qiyməti 0,2-dir. Aşmaması ehtimalını tapın. Deməli, burada biz nəyi axtarırıq? Biz əslində axtarırıq 2 fi n epsilon kök altında npq. Bunu axtarırıq biz, budur. Aşmaması ehtimalı buna bərabərdir. Ehtimal budur. Bunu belə yaza bilərəm. Təxmini yazacağım əslində, dəqiq qiymət deyil, təxmini qiymətdir. Deməli, sadəcə bizim hesablamamız lazım olan hissə elə bu mötərizənin içində olan qiymət. N-in qiyməti 20, epsilonun qiyməti %2 bölünsün kök altında. N yenə də 20, baş vermə ehtimalı 6-da 1-dirsə, baş verməmə ehtimalı 6-da 5-dir. Görək buradan nə çıxır? 20-ni 5-ə vuranda 100, məxrəcdə çıxacaq 10 bölü 6. Sürətdə isə virgüllərin biri getsə, nə qalar burada? 10-da 4 qalar. Və bu nəyə bərabərdir? Bir dənə baxaq. Bu 6 kəsiri böləndə birinci kəsiri saxlayıb digərini tərsinə vurarlar. 0,4 6-ya vuranda 2,4, 2,4 də 10-a böləndə 0,24 eləyər. Deməli, düzgün cavabı aldıq. Bu sualdan da tanış oldunuz. Belə bir sualda gördünüz. Yendirəm, hədəfim odur ki, hər bir sual tipindən, hər bir düstura aid olan, mühazirənin içində olan hər bir düstura aid nümunə görə bilərsiniz ki, kolloquiumda rastlaşacağınız sualda çətinlik çəkməyəsiniz. Hamısından məlumatınız olsun. 151 nömrəli sual əslində bura 4-cü mühazirədən aid olan sualdır. Amma ötürmək istəmirəm. Bunu elə yerindəcə deyəcəm. Onsuz da ki, bundan yenə də aşağıda suallar mütləq şəkildə olacaq. Bu hansı paylanma növüdür? Binomial paylanmadır. Binomial paylanmadır, düzdür? Bernoulli düsturudur. Və burada dispersiya bizdən soruşulur. Birinci dispersiyanın normal qaydada nəyə bərabər olduğunu düsturunu yazıram. NPQ-yə bərabərdir. N burada gördüyümüz kimi 100-dür. Düstura əsasən P 0,4-dür. Q isə 0,6-dır. Birinci bunu tapaq. Bu elə 24 eləyər. Bunu saxladıq kənarda. Dispersiyanın xassəsinə görə 4x üstə gələk 12 nəyə bərabər olur?
Bunu ayrı-ayrılıqda yazsam bu D4x üstə gələk D12'dir və sabitin dispersiyası 0'dır. Bu hissə bizə lazım olmadı. Əmsal isə kvadratı ilə qabağa çıxacaq. Yəni 4'ün kvadratı 16 vuraq dx olmalıdır. Bu dispersiyanın xassələridir. Və biz dx-i tapmışdıq, düstura əsasən 24 tapmışdıq. Deməli bizə qalır nə? 16'nı 24'ə vurmaq. 16'nı da 24'ə vuranda 384 eləyər. Burada isə riyazi gözləmədən soruşulur. Riyazi gözləmə olduqca asandır. Riyazi gözləmədə nə deyilirsə onda edəcək. 4'ə vurdu isə 4'ə vurduq, üstünə 12 gəlsə 12 gəlirik. Amma düstur nədir? Düstur sadəcə n vuraq p-dir. Dispersiyada n p q-dir. Amma burada sadəcə n vur p-dir. Yəni 100 vuraq 0,6. O da bərabərdir 60'a. Deməli nə etməliyik? 4'ə vurub üstünə 12 gəlməliyik. 4'ə vursaq 240, 12 gəlsək 252. Deməli buna aid olan 2 dənə yenə bayaqki sualdan 2 dənə nümunəmiz var. Lap yaxşı həll edək. Düsturu xatırladıram. N epsilon, N P Q. Baxın mötərizənin için tapmaq lazımdır bizə. Əsas bu hissəni tapmaq lazımdır. N 25'dir. Epsilon %1'dir. Kök altında 25. Ehtimal xəritə üzün düşməsi 2'də 1'dir, düşməməsi də 2'də 1'dir. Buradan neçə çıxır? 25 5. 5 bölü 2. Bunu olduğu kimi yazıram yenə də. %1. Məxrəcdə də 5 bölək 2. 2 sürətə qalxacaq. 25 ilə də 5 ixtisar gedəcək. Olacaq 5 vuraq %2. 5'i də %2'ye vuranda 0,1 eləyər. Eyni düstur, eyni qayda ilə növbəti sualda həll eləyək. N epsilon, N 300'dür. Epsilon da %1'dir. Kök altında 300 vuraq. Ehtimal 0,75 olması ehtimalıdırsa %25 olmaması ehtimalıdır. Bərabərdir. Buradan nə çıxar? 75, 75, 0,75, bir dənə də 10 var burada. Olur 7,5 çıxır məxrəcdən. Sürətdə də elə 3 olar da aralda. 3. 3'ü 75'ə bölmək olmaz 0'dan. 30'u 75'ə böləndə 15, 15, 4 dəfə. %4. Deməli buna aid növbəti 3-cü sualımız da oldu. Lap yaxşı. 8400,7 baş verməsi nisbi tezliyinin bir dənə də sual var. Lap yaxşı qoyulsun. 8400 n'dir. 10.000'də 3 epsilondur. Kök altında 8400 n p bu da q. 21, 2 0 versək 84 vur 21 bura gəldi. Buradan 2'ni də versək 42. 42 çıxar. Məxrəcdən 42 çıxdı. Sürətdə isə bunun 2 0 ilə ən yaxşı halda bunun 2 0'ını apara bilərəm. Qalacaq burada. 84 vurulsun 0,3. Bu ixtisar getsə olar 2 dəfə. 2 dəfə də vuranda 0,6. %6. Belə. Yazılı imtahan verəcək tələbələr. Baxın, diqqət eləyin bu həll qaydasına. Bundan sizdə də suallar ola bilər. 156. Oyun zəri 3 dəfə atılır. Zərin üst üzərində bir xalının 2 dəfədən az olmayaraq düşməsi ehtimalını tapın. 2 dəfədən az olmasın. Yəni bu o deməkdir ki, 2 də ola bilər, 3 də ola bilər. Bundan deyəsən belə tipli bir dənə sualımız var idi. Gəlin həll eləyək. 2'dən az olmaması o deməkdir ki, yenə deyirəm, 2 dəfə də ola bilər, 3 dəfə də ola bilər. 3 dəfə atılır, bir xalının düşməsi ehtimalı. Hər üçündə bir xalının düşməsi ehtimalı 6'da 1'in kubu olar. Üstə gələk. 3'ündən ikisində düşməsi isə kombinizon 3'dən 2, p üstündə 2, q üstündə 1 düsturuna əsasən həll oluna bilər.
ki bu da nəyə bərabərdir? 216-da 1 üstə gələk. Görüm elə düz cavab alacağım, özümə də maraqlıdır. 3 faktorial, 2 faktorial, 1 faktorial. Bu 3 eləyər. 2 xalının, 6 xalının, 1 xalının düşməsi 6-da 1-dirsə, 6-da 1-in kvadratı 36-da 1. Bir dənə də 2, 6-da 5. Bərabər. Ortaq məxrəcimiz 216-dır. 1 üstə gələk. 15. 16 bölək 216. İxtisarı gedir. 8-ə gedir. Yəqin ki. 8-ə gedir bu. 160. 56. Hə, gedir. 8-ə gedir. Burada 2 qalar. 21-in içində 8 2 dəfədir. 56-nın da içində 7 dəfə. Tamamilə düz. Tamamilə düz cavab aldıq. 3 dəfə atılır. 2 xalının heç olmazsa birində baş verməsi. Heç olmazsa birində baş verməsi o deməkdir ki, bir çıxılsın köylərin hasili. Heç olmazsa biri hadisəsi. Bir çıxaq. 2 xalının heç olmazsa bir dəfəsində düşməsi. Q1, Q2, Q3. Bu düsturla həll etmək lazımdır. Düşməsi ehtimalı 6-da 1-dirsə, düşməməsi ehtimalı 6-da 5-dir. Yəni 1 çıxılsın 6-da 5-in kubu. O da eləyir 1 çıxılsın 216-da 125. Ortaq məxrəc gətirsək 216-da 216-dan 125 çıxanı da 91 qalar. Qalar, bəli. Sonra ön üzəri 5 dəfə atılır, zərin üst üzərində 2 dəfə 4 xalının düşməsi. 4 xalı 2 dəfə düşsün. Bunu sadəcə düsturun yazacağım, tamamlamaq istəmirəm. Kombinizon 5-dən 2 düşməsi ehtimalı 4 xalının 2 dəfə düşsün. Aha. Düşmə ehtimalı 6-da 1-dirsə, düşməmə ehtimalı 6-da 5-dir. 5-indən ikisində düşəcəksə, 3-ündə düşməyəcək. Bunu tamamlamaq lazımdır. 159. Buna aid sual işləmişdik. Yenə də bir dənə buna təkrar qaydaq. M1, M2-nin qiymətləri verilir. 400 N-dir. Bu M1-dir, bu M2-dir. 100-dən 80-ində varsa P deməli %80, yəni 0,8-dir. Onda Q də bərabər olar 0,2-yə. Bir dənəsini tapmaq mənə elə gəlir bəs olar. X1-i tapım. X1-i mənfi 2,5 almalıyam. Baxın, buna görə görürəm ki, bu mənfi 2,5 olmalıdır. X1 300 çıxaq. N vur P. N vur P. 400 vuraq 0,8 bölünsün NPQ. 400 vuraq 0,8. Bu misalı həlləmişdim. Bundan var idi. 300-dən 320 çıxanda mənfi 20. Buradan da elə 8 çıxır da. Hə, düz dedim. Mənfi 2,5 həll etmişdim bu sualı. Və mənfi olduğuna görə artıq bunu dönə-dönə demişik. Fi funksiyası tək funksiya olduğuna görə mənfi keçir qarşıya. Hə, burada başqa bir maraqlı sualımız var. Hər bölgədə yaşayan 100 ailədən 90-na internet xətti çəkilib, 900 ailədən 800-ündə internetin olması ehtimalını tapın. Burada yenə də x tapırıq. X bərabər olur nəyə? X bir dəqiqə. X bərabərdir. X bərabərdir. 900-dən 800-ündə deyir. 800 çıxılsın. N vur P. N 900-dür. 100-ündən 90-ında varsa, deməli ehtimal 0,9-dur. Kök altında NPQ, yəni 900 vuraq. P 0,9 olanda Q də 0,1 olar. 800 çıxaq 810 mənfi 10 bölək 9. Bu da 1 tam dövrdə birlərlə davam edəcək. Bu da yalnız
Əslində iki variant da var. Deməli bizə məxrəci də tapmaq lazımdır. Finin qarşısında olmalıydı məxrəcdə. Olmalıydı məxrəcdə 1 bölək kök altda n p q. Yəni funksiya əslində belədir. Biz x-i tapmışıq. n p q-dəki tapmışdıq 9 eləyirdi. Deməli fi x bölünsün 9 olan düzgün cavabımızdır. 161. Eyni qayda ilə baxırız. Burada 7, burada artıq Poisson düsturudur. Bunu Poisson düsturu vasitəsilə həll edəcək. Eləyək. Bayaqdan sadəcə nəzəri suallar var idi. N-in böyük qiymətində, P-nin daha kiçik qiymətində dedik ki, Poisson düsturu istifadə olunur. Qaydamız necədir? Lambda üstü m faktorial vuraq y üstü mənfi lambda və bu lambda nəyə bərabərdir? N vur P-yə bərabərdir. N-in qiyməti 2000 olduğuna görə 2000 vuraq ehtimal da ki 0,1000-də 2-dir. Və bu da neçə eləyir? Bu da 4 eləyir. Və demişdik ki, lambda ondan kiçikdirsə biz Poisson düsturu tətbiq edə bilirik. Və fikir verirsinizsə, burada 4 ilə olan artıq bizim 3 dənə cavabımız var. Deməli, misalı axıra qədər tamamlamalıyıq. Lambdanı tapdıq. Lambda 4 elədi. 4 üstündə neçəsində deyir burada? 4-ünün standartı olması. Deməli, m də 4-dür. 4 üstündə 4. Bölək 4 faktorial. M 4-dür, lambdanı da biz 4 tapmışdıq. Bu nəyə bərabərdir? 4 üstündə 4. Gəlin bunu belə yazaq da. İxtisar eləyəndə aydın görə bilək. 4 faktorial 2, 3, 4 deməkdir. 4-lərin biri getdi, 2-nin də biri bununla getdi. 4, 4, 16 buranda elədi 32, 32 bölü 3 olmalıdır. 32 bölü 3, y üstündə də mənfi lambda, yəni mənfi 4-ü tapmışıq. Belə bir cavab olmalıdır. Bəli, tamamilə düz. Sonraki sual 162. İstehsal olunan mallara reklama ehtiyac olmasın deyənlər 60%, ehtiyac olmaması deyənlər 40%. Təsadüfən seçilən 3 işçidən 3-dən 2-si. Bu Bernoulli düsturudur. Kombinizon 3-dən 2, P üstündə 2, Q üstündə 1. Məncə belə olmalıdır. 3-dən 2 elə 3-ə bərabərdir. Ehtiyac olması 0,6 idisə 0,6-nın kvadratı, ehtiyac olmaması 0,4 idi. Gəlin baxaq görək, maraqlı gəldi. 0,36 vurulsun, 3-ü də vuranda 1,2 eləyər. %36-na vuranda 360 üstə gələk 72. Düzdür, 432 olur. Sonraki sual. Yenə də ən böyük ehtimallı ədəd. Sayıları görməyimiz bəs eləyir. N 12-dir, P-dəki 4-də 1-dir. 25% dediyinə görə 4-də 1. Deməli, düsturumuz necə idi? NP plus P sağdaydı. Hər dəfə bir dəfə tərəfi istifadə eləməyim bəs olur. 4-də 1 üstə gələk 4-də 1. 3 tam bir dəqiqə. Qüsursuz. Qüsursuz deyir. Qüsursuz deyirsə, qüsurlu olması 4-də 1-dirsə, qüsursuz olma ilə getməliyik. 4-də 3 üstə gələk 4-də 3. Bunları ixtisar apardıq 3 dəfə. 9 tam %75. Sağ tərəfdə olacaq 8 tam %75. Deməli, ortada neçə var? Ortada 9 var. Ən böyük ehtimal ədədimiz 9 oldu. 10-undan 6-sı qızdır. 3 uşaq, hər ikisi oğlan olsun. Birincinin oğlan olma ehtimalı 10-da 4, ikincinin oğlan olma ehtimalı 9-da 3 olar. Yəni azalan qayda ilə eləyə bilərik. Amma burada 3-dən 2-si deyir. Yox, bu Bernoulli düsturu ilə həll olunsa daha yaxşı olar. Gəlin bunu Bernoulli düsturu ilə həll eləyək. 3-dən 2-si, kombinizon 3-dən 2. Oğlan olma ehtimalı 10-da 4-ün kvadratı. O ikisi oğlansa biri qızdır. 10-da 6. Bura 10-da 6. Bu eləyər 3, bu eləyər %16, bu da eləyər 10-da 6.
Bu da təxmini nəyə bərabərdir? 1000-də 288 və yuvarlaq olaraq 10-3 deməyə ixtiyarımız var. 10-3, bəli. Hər sınaqda A hadisəsinin baş vermə ehtimalı 9. Bunun üçün ən böyük ehtimallı ədəd 24-dür. Baxın, bu sual tipindən bayaq bir dənəsi var idi. Biz hər dəfə ən böyük ehtimallı ədədin özünü axtarırdıq, amma burada bizə ən böyük ehtimallı ədədin özünü verib, 24-ü verib. 24 kiçikdir, bərabərdir. N vur P-dən 0,9 üstə gələk. 0,9. Deməli, neyinirik? Hər tərəfi ona bıraq bəlkə. Ona bıraq. Sonra 240 kiçikdir, bərabərdir 9n plus 9-dan 9n böyükdür, bərabərdir 231-dən. N böyükdür, bərabərdir 231-i 9-a bölsəm 23-in içində 2 dənə var. Qaldı orada 51. 51-in içində neçə dənə var? 9. 51-in içində 6 dənə dəqiq yoxdur, amma 5 dənə var. 25 tam nə qədərsə. Yaxşı, bu bunun bir tərəfi. Əslində bunu kəsirlə də saxlaya bilərdim. Digər tərəfi neçə olacaq? Böyükdür, bərabərdir, düstura əsasən NP çıx Q-dür. Deməli, biz alırıq ki, 24 böyükdür, bərabərdir. N vuraq 0,9 çıxaq 0,1. Yenə hər tərəfə gəlin 10-a vurum. 9n çıx 1 kiçikdir, bərabərdir 240-dan. 9n kiçikdir, bərabərdir 241-dən. 241-i 9-a bölüm olacaq. N kiçikdir, bərabərdir 241-in içində yenə 2 dənə var. Bu dəfə 61 qaldığına görə 61-in içində 6 dəfə var. 7 deyil, amma 6 dəfə var. 25 tam neçə ilə 26 tam neçə arasında oldu. Deməli, bu zaman n-imiz neçə olur? N-imiz olur 26. Düzaldıq. Sonra baxaq bu suala. Elektrik lampasının saz olma ehtimalı 0,8, 5-dən 3-ü. Bunu burada bu tərəfdə hissədə yerləşdirmək istəyirəm bunu. Necə olacaq? Yenə də 1-0 düsturdur. Kombinizon 5-dən 3-ü 0,8-in üstündə 3, 0,2-in də üstündə onda 2 qalar da. Budur, tamamlayarız bunu. Yenə Poisson düsturuna əsasən bu misalı yenə həll edəcək. Tamamlayaq misalı. Yenə deyirəm, baxın, yazılı imtahan verəcək yoldaşlar. Bunlara diqqət eləyin. Lambdanı birinci tapırıq. N vur P-dir. N 10.000-dir. P çox kiçik olduğuna görə Poisson düsturu istifadə olunur. 10.000-də 2-dir. Bu neçə elədir? 2. Və bu 10-dan kiçikdir. Deməli, bəli, Poisson düsturu tətbiq olunur. Düstur necədir? P bərabərdir. Lambda üstündə M. M faktorial. Y üstündə mənfi lambda. Lambdanı almışıq. 2 almışıq. Y üstü mənfi 2-lər bir neçə cavabda var. Deməli, qarşısındakini də almalıyıq. Lambda neçə olmuşdu? 2 olmuşdu. M seçilən sayda neçəsində olsun deyir, səhv olsun. 4-ündə olsun. 2 üstü 4 bölək M faktorial, yəni 4 faktorial vuraq Y üstündə mənfi 2. 2 üstü 4-ü 4 faktoriala vuraq. Yazılı imtahan verən yoldaşlar bu cavabları belə saxlamayın. Ən azından bu hissəni həll eləyə bilərsiniz və sizin kalkulyator ixtiyarınız var imtahanda. Bunları tamamlaya bilərsiniz. İndi burada testdir. Testin cavabını belə verib olsun. Ən azından yəni bunu da yaza bilərsiniz. Amma 2 üstü 4 bölü 4 faktorial kimi yazılı imtahanda saxlamayın cavablarınızı. 16 bölək 4 faktorialda nəyə apara bilərəm? 4, 3, 2. Getdi, qaldı 2. 3-də 2. 3-də 2, Y üstündə mənfi 2. 3-də 2, Y üstündə mənfi 2. Misalımızın düzgün cavabıdır. 168, bir dənə bunu geniş izah edəcəm. Niyə? Çünki bundan bir dənə də sual burada var. Birində doğrunu soruşur, birində yanlışı soruşur. Əslində ikinci macirəni tamamlamaq üzrəyəm. 3 dənə cəmi sualımız qaldı. Sonra keçəcəm növbəti suala. Baxın, burada nə düzdür, nə səhvdir. Əgər asılı olmayan n sayda bir nol sınağa verilibsə, ən böyük ehtimallı ədəd o ədəddir ki, bu zaman ehtimal ən böyük olsun. Bu onsuz da bunun tərifidir. Bu düzdür.
asılı olmayan, bu hissəyə bir dənə diqqət eləyin. Asılı olmayan Bernoulli sınağında düstur budur. Çünki bir-birindən asılı deyillər. Kombinezon n-dən m, p üstü m, q üstü n minus m. Bu da düzdür. Amma üçüncü isə düzgün deyil. Üçüncüdə biz bu düsturla heç bayaqda mən sizə belə bir düsturdan misal yazmamışam. Belə deyil düstur. 3 səhvdir. Digəri isə 2 dənə m1, m2 verəndə phi x2 çıx, phi x1, bu da düzdür. Deməli, burada səhv olan 3 oldu. Və bizdən də yanlış soruşurdu, yanlış 3'dür. İndi deyə bilərsiniz ki, yanlış 3'dürsə, onda yerdə qalanlar düzdür. Bəli, o suala görə yerdə qalanlar düzdür. Amma burada bir dənə diqqət eləyin. Yenə də ən böyük ehtimal ədədin tərifini verib ki, ən böyük ehtimaldır, bu düzdür. Amma 2'də aslı olan sınaq deyir. Aslı olan sınaq üçün biz Bernoulli düsturu istifadə etmirik. Aslı olmayan üçün istifadə edirik. Ona görə bu yanlışdır. Və eyni zamanda bu da yanlışdır. Bayaq bunu izah etdik. x1, x2 üçün isə bu düzdür. Deməli, onda burada 1 ilə 4 yalnız doğru olur. Oldu. 1 ilə 4 doğru olur. Sonra 2 dənə cəmi arada sayımız qalıb. Bu mövzu burada tamamlanır. Ən böyük ehtimallı ədəd yenə də n vuraq p üstə gələk p. 80 tam onda 8 ilə 79 tam onda 8 arasında neçə var? 80 var. Və axırıncısı yenə də Poisson düsturu vasitəsilə həll edək. Baxın, səliqə ilə lap yeri gəlsə ardıcıl bir-bir yazıram. Bu 1000'dir, n 1000'dir, p 1000'də 4'dür. Q bizə lazım deyil burada. 5'inin standart olması deyirsə, m də 5'dir. Və düsturu yazdıq. Lambda üstündə m faktorial, y üstü mənfi lambda. Sonra keçdik həllinə. Lambda bərabərdir np'yə. N 1000'dir. P'dəki 1000'də 4 idi. Bu elədi 4. Ondan kiçikdir. Deməli, bəli, Poisson düsturu tətbiq olunacaq. Və tətbiq edək düsturumuzu. 4 üstündə 5 bölək 5 faktorial vuraq y üstü mənfi lambda, yəni mənfi 4. Çoxsunda baxın, mənfi 4'lər var. Deməli, bu isə tamamlanmalıdır. Bərabərdir. 4 üstü 5, 4, 4, 4. Açıq özüm yazıram ki, baxım, ixtisar eləyəndə rahat görün. 5 faktorial 2, 3, 4 və 5'dir. 4'ün biri belə getdi. 2'nin də biri ən yaxşı halda belə gedər. Nə qalar ki, burada 3 vur 5 qalır məxrəcdə. 15 qalır məxrəcdə. Çoxsunun da məxrəci ilə 15'dir. Sürətdə isə 4, 4, 16 vuraq 8. 16'ını da 8'ə vuranda 16'ını da 8'ə vuranda 128 eləyər. 128. Buyur. Aldıq düzgün cavabı və bununla da ikinci macirəmiz tamamlandı. Daha sonra isə paylanma qanununa aid olan sualları izah edəcəm.